Hörmətli izləyicilər, yenə də sizi hal-hazırda yəni sözü gedən 160 minə 2 sotun tərkibində təqdim etdiyim Afrin tipli evin tam yaxınlığında, yəni belə deyək, qonşusu deyək, daha bir evi, Afrin tipli evi təqdim edəcəyik. Sözü gedən bu evdə yəni 2 sotun tərkibindədir, ancaq digər fərqi ondan ibarətdir ki, digər Afrin tipli belə deyək, hal-hazırda sizi təqdim etdiyim Afrin tipli belə deyək evdə 2 yataq otağı idi, burada isə 3 yataq otağıdır. Yəni siz bunu ailə üzvlərinizin sayına görə müəyyənləşdirə bilərsiniz. Diqqətiniz bizdə olsun. Yenə də məkanımıza daxil olaq. Gördüyünüz kimi burada da yenə də hovuz daimi olaraq suyu təmizlənir. Təmiz bir belə deyək, mühitə əhatə edir. Sizin üçün lazım olacaq bütün istirahət etməyiniz üçün manqaldır, nə bilim, nə lazım olursa sizə hər bir şeydən istifadə edə bilərsiniz. Daxil oluruq biz evimizə. Bura zalı gördüyünüz kimi yenə də qeyd etmək istəyirəm ki, prestij əmlakda nəzərdə tutulan bütün günlük kirayə, üzr istəyirəm, günlük aylıq kirayə evləri hər birində sizə lazım olacaq bütün avadanlıqlar vardır ki, siz bir daha əziyyət çəkməli olmursunuz istirahət zamanı. Televizoru, əyləşmək üçün sizə masa, stullar, nə lazımdırsa və yataq otağı. Bu bizim yataq otağımızdır ki, aşağı mərtəbədə javuz tipli pərdələrdən əhatə olunubdur. Və keçin yenə aşağıda digər bizi demək, paltar yuyan maşını və bir çox xidmətləri ilə təşkil olunmuş. Keçirik ikinci mərtəbəyə. Və hörmətli izləyicilər, burada ikinci mərtəbədir ki, gəldik çıxdıq ikinci mərtəbəyə. Burada bizi nə gözləyir? İlk öncə, demək, koridorun baş hissəsində bizi bir dolaq gözləyir. Bura, nə bilim, İstədiyiniz hər hansı bir əşyalar yığa bilərsiniz. Nəzərinizə çatdırım ki, bura həm aylıq, həm günlük, həm də satış üçün nəzərdə tutulur. Və keçirik yuxarıda olan bizim yataq otağına keçirik. Gördüyünüz kimi bu bizim yuxarıda olan yataq otağıdır. Bu isə, burada nə var? Bu isə bizim, belə deyək, zəngləfəmizə buna çəkərdiyiz, hamam otağıdır. Kondisiyoneri də var. Kondisiyonerdən əhatə olunmuş. Keçirik digər yataq otağına. Deyəm, yuxarıda bizi 2 yataq otağı gözləyir. Biri aşağıdaydı yataq otağının, biri isə burada. Və ikinci yataq otağımıza keçirik. Burada da yəni gördüyünüz kimi kiçik, belə deyək. Həqiqətən də istirahətə gəlmək istəyən hər bir, belə deyək, qonaqlarımızın seçəcəyi bir məkandır. Burada da belə, şuraya düşürək.